Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Es-salatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebu'l Kasım Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el-masumin. واللعن الدائم على أعدائهم أجمعين أما بعد قال الله الحكيم في محكم كتابه الكريم إن الله استفى آدم ونوحا وآل إبراهيم وآل عمران على العالمين صدق الله العلي العظيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Allahın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz və dəyərli möminlər. Allah bu əzadarlığı sizdən və hər birimizdən ali dərəcədə qəbul eləsin. Allah bizi İmam Hüseyin əleyhissalamla dünya axirət məhşur olanlardan qərar versin. Allah bəzən görsən dünyada öz bəndələrinin arasından xüsusi insanları seçir. Və Allahın seçiminin müəyyən sirləri var. Allah seçiminin sirlərindən biri ondan ibarətdir ki, Allah sevdiyi bəndəni rahat yaşaması üçün seçmir, rahatlıq üçün seçmir. Allah Teala Ali İmran surəsi 33-cü ayədə buyurur ki, İnnəllaha istəfə Ədəmə və Nuhan. Allah Adəmi, Nuhu, İbrahim və İmran ailəsini aləmlərin üzərinə seçdi. Quran-ı Kərimdə Allahın ən mühüm sünnələrindən biri insanlar arasından seçim eləməkdir. Bəzilərini seçmək, digərlərinə nümunə eləməkdir. Amma bu ayədə mühüm bir sir var. Sir bundan ibarətdir ki, Allahın seçdiyi bəndələr rahatlıq üçün seçilmir. Biz elə bilirik ki, seçilmək imtiyazdır, yalnız imtiyaz kimi baxırıq. Düzdür ki, imtiyazdır. Amma bu imtiyaz Allah nəzərində müxtəlif müsibətlərin hesabına başa gəlir. Bu imtiyaz Allah nəzərində bir məsuliyyət anlamına gəlir. İnsan seçilir, Allah Teala o seçdiyinin üzərinə ağır bir yük qoyur, məsuliyyət verir. Məsələn, Adəm seçildi, tövbə yükün daşıdı. Həzrət Nuh seçildi, əsrlərlə istehza olundu. İbrahim seçildi, o da atıldı. Musa seçildi, Fironun qarşısına çıxarıldı. Görsən, heç birinin həyatında rahatlıq yoxdur, seçilmişlərin. Bir İsa da seçildi, tənha qaldı, sonunda təqib olundu. Həzrət Peyğəmbərimiz Salavatullah seçildi, bütün bəşəriyyətin yükünü daşıdı. Və nəhayət İmam Hüseyin əleyhissalam da seçildi. Nə üçün İmam Hüseyin əleyhissalam seçildi? Niyə məhz İmam Hüseyin, nə üçün Kərbəla? Nə üçün bu qədər müsibət? Tarixə baxanda, Quran-ı Kərimin qissələrinə nəzər salanda biz görürük ki, Allah tarixdəki dəyişiklikləri yalnız möcüzələrlə qərar verməyib. Bəzi yerlərdə tarixi dəyişikliklər möcüzə vasitəsilə baş verib. Məsələn, Həzrət Musa əleyhissalam. Həzrət Musa, Firon və onun ətrafındakılar Musa və ətrafındakıları qovurdu, təqib edirdi. Nəhayət gəlib dalana dirəndilər. Dənizə çatdılar. Allah orada Musa və ətrafındakıları dənizi yarmaqla tarixində, onların tarixi həyat səhnələrində, tarix səhnələrində dəyişiklik yaratdı. Çünki əgər o dərya yarılmasaydı, onlar o dəryanın içindən keçməsəydilər, Firon onların hamısını başda Musa əleyhissalam olmanı qətlə yetirəcəkdi. Hamısını qətlə yetirəcəkdi. Onunla da tamamlanacaqdı o iş orada. Allah tarixdə öz möcüzəsi ilə dəyişiklik yaratdı.
Bəzən görsən, bax, bu cür möcüzələrlə Allah tarixi dəyişir. Hadisələri başqa istiqamətləndirir, yönləndirir. Amma Allahın tarixi dəyişməsi də bəzən də görsən insanların fədakarlığının hesabına olur. Məsələn, Həzrət Məryəm salamullah aleyha birbaşa qucağında övlad həyat yoldaşı olmadan gedirsən öz qövmün qarşısına, o halda təbii ki, qövmü onu daşqalaq edib öldürəcəkdir, qətlə yetirəcəkdir. Nə var ki, Məryəm salamullah aleyha bu ağır, çətin müsibətə ləbbeyş dedi, Allaha əmrinə təslim oldu. Allah da son anda ona möcüzəsini göstərdi. Həzrət İsa aleyhissalamı dilə gətirdi. Beşikdə ikən, beşikdə olan bir uşağı, körpəni dilə gətirdi. Öz möcüzəsi ilə onun, Həzrət Məryəmin qətlə yetirilməsinin, öldürülməsinin qarşısını aldı. Və Kərbəlada da bir başqa formada Allah Teala hadisələri cərəyan elətdirdi. Əslində Allah İslamı qorumaq istəyirdi və bunun üçün də bir qurban lazım idi. Elə bir qurban ki, bütün zamanlara xitab eləsin. Allah Teala Saffat surəsi 107-ci ayədə buyurur ki, وَفَدَيْنَهُ بِذِبْحٍ عَظِيمٍ Biz onu əzəmətli qurbanlıqla əvəz elədik. Kərbəla üçün əzəmətli qurbanlıq lazım idi. Bu ayənin təfsirində İmam Baqir və İmam Sadiq əleyhissalamdan nəql olunan hədislər onu göstərir ki, Zibh-i Əzmindir ən ali təzəllası Kərbəlada İmam Hüseyin əleyhissalamın vasitəsilə baş verdi. Və burada İbrahim əleyhissalamla bağlı Zibh-i Əzim, əzəmətli qurbanlıq sözündə bir sual ortaya çıxır ki, Həzrət İsmail bir peyğəmbər idi. Həzrət İsmailin əvəzində deyir, biz onu əzəmətli qurbanlıqla dəyişdik, əvəz elədik. Təsəvvür edin ki, bir tərəfdə peyğəmbər, bir tərəfdə də bir qoç. Allah peyğəmbərə yox, qoça necə deyə bilər əzəmətli? Peyğəmbərin yanında bir qoç deyənə, Allah İsmail kimi peyğəmbəri qoyub qoça əzəmətli deyər. Ona görə deyirlər ki, əslində bu əzəmətli qoç deyiləndə gələcəkdə baş verəcək daha böyük bir qurbanlığa işarə olunur. İbrahim əleyhissalam oğlun gətirmişdi qurbanlığa. Bir oğul gətirmişdisə, İmam Hüseyin əleyhissalam neçə İsmaillər gətirdi. İbrahim əleyhissalam bir oğul gətirmişsə, İsmaili təkcə gətirmişsə qurbanlığa, İmam Hüseyin əleyhissalam Əli Əkbərin gətirdi, öz oğlun. Qasimi gətirdi, qardaşı oğlun. Övün və Məhəmmədi gətirdi, bacısı oğlanların. Həzrəti Abbası gətirdi, öz qardaşın. Əli Əsqəri gətirdi, körpə aylıq, 6 aylıq körpəni. Nəhayət öz mübarək vücudun gətirdi, qurban verdi Allah yolunda. Bəzən biz görsən, deyirik ki, biz Allahı sevirik. Kərbəla Allaha olan sevginin ən əzəmətli nümunəsidir, ən gözəl səhnəsidir. Deyir, sevirəm demək asandır, amma həqiqi sevgi, sevginin həqiqəti qurban nəticəsində məlum olur. Qurban vermək lazım olanda sevginin olub-olmadığı üzə çıxır. Dünyada da bu cürdə görsən, biri birinə bağlananda, birini çox istəyəndə, birini sevəndə, onun yolunda hər şeyindən keçməyə hazır olur. Sevgi görün nə qədər mühüm amildir. Kimi ki sevirsən, malından da onun yolunda keçməyə hazır olursan, canından da. İbrahim əleyhissalam deyir, sevirəm deyirdi Allaha. Allah Teala buyurdu ki, İsmaili gətir. İsmaili gətir qurbanlığa, görün məni sevirsən ya yox. Musa əleyhissalam Allaha sevirəm dedi. Allah buyurdu ki, Firavuna tərəf get. Firavuna tərəf get, yəni ölümlə üzbəüz qalasın. Firavunun qabağına çıxmaq böyük bir məsuliyyət idi. Allah Teala istəyirdi ki, bilsin Musa ölümə Allah yoluna canını fəda verməyə nə qədər hazırdır.
Həzrət Peyğəmbərimiz salavatullah buyurdu ki, Allahı sevirəm. Allah Taala buyurdu daşlanmağa və bütün müsibətlərə hazır ol ya Rəsulallah. İmam Hüseyin əleyhissalam isə sevirəm sözün ömrünün ən son anına, Kərbəlada, Aşurada öz canını fəda verməklə göstərdi, sübut elədi. Ona görə deyirlər ki, Aşura eşqin ən böyük sübutudur. İnsanların çoxsu dünyada ağrı-acı içində yaşayır. Müəyyən bəlalar, müəyyən müsibətlər, müəyyən problemlər, müşkillər insanların ağrı-acı içində yaşamasına səbəb olur. Amma niyə görə ağrı çəkdiyini heç dərk eləmir. Böyük bir psixoloq var, Viktor Franklin. Viktor Franklin deyir ki, insan ağrıdan yox, çox vaxt mənasız ağrıdan məhv olur. İnsanı məhv eləyən ağrı deyil, mənasız ağrıdır. Kərbəla isə bizə öyrədir ki, əgər ağrının arxasında Allah varsa, ağrı insanı yüksəldir, ucaldır. Bir ağrının arxasında Allah yoxdursa, insan məhv olur. Amma ağrının arxasında, ağrı-acının, çəkdiyin istirabların arxasında Allah varsa, o istirablar səni ucaldacaq. Yəni, əgər məqsəd yoxdursa, rahatlığın özü belə insanı məhv eləyir. Fikir versiniz, Yezid sarayda rahatlığın içində idi. Amma məhv oldu. Əsl həqiqətdə məğlub oldu. İmam Hüseyin əleyhissalam sarayda idi, xeyr, səhrada, şəraitsiz bir yerdə idi, amma əbədi qələbəni əldə elədi. Zahirən, insanlar görsən, döyüşün nəticəsinə fikir verirlər, amma deyir, əslində, insan qalibiyyəti döyüşün mənasında axtarmalıdır. Siz fikir verin, 14 əsr keçir, milyonlarla insan İmam Hüseyin üçün, İmam Hüseyin əzadarlığı üçün bir yerə cəm olur. Bu İmam Hüseynin qələbəsi deyil. Ona görə deyirlər ki, qələbəni mənada axtarmaq lazımdır. Mahiyyətdə axtarmaq lazımdır. Əsas sual deyir bundan ibarətdir ki, niyə görə məhz İmam Hüseyin əleyhissalam? Niyə İmam Hüseyin əleyhissalam Allah seçdi? Və bu təkcə bizim sualımız yox, digər etiqadda olan insanların, hətta etiqadsız olan insanların da sualıdır ki, niyə Hüseyin? Məsələn, görsən, adicə biz dünənlər dedik ki, şükürlər olsun Allah Taala bizi elə bir xalq qərar verib ki, bu xalqın qəlbində İmam Hüseyin sevgisi var. Xalqı birləşdirən ortaq dəyərlərdən biri dedik ki, İmam Hüseyinə olan bağlılıqdır, məhəbbətdir, sevgidir. Etiqadından asılı olmayaraq, hətta etiqadsız olsa belə, ateist olsa belə qəlbinin dərinliyində özü də özünü yoxlasa, görər ki, İmam Hüseynə məhəbbət var. Bəlkə də gizlədir zahirdə, amma qəlbinin dərinliyində mütləq İmam Hüseyin məhəbbəti var. Onu gizlətmək də qeyri-mümkündür. İnsan özünü aldatmağa çalışa bilməz. Başqalarını aldadar, amma özünü aldada bilmir. Bugün görsən, bir qrup ateisti yığırlar bir yerə. Çox gülünc bir vəziyyətdir ki, onların diliylə özdə həmişə də hər il matəm vaxtı İmam Hüseyin əzadarlığı gəlib çatanda deyirlər, niyə Hüseyni ağlayırıq? Biz niyə öz şəhidlərimizi qoyub Hüseyni ağlamalıyıq? Təsəvvürləyin, bir ateistin deyəcəyi söz deyil bu. Niyə? Çünki ateist Allahın varlığını qəbul eləmir. Halbuki şəhadət Allahın verdiyi statusdur. Şəhid Allahın verdiyi status olduğuna görə bir ateist deyə bil, Allahın özün qəbul etmədiyi halda onun verdiyi statusu heç qəbul eləməməlidir. Düzdür? Görsən, Allahın özün qəbul eləmir, onun verdiyi statusdan danışır. Deyir, şəhidlərimizi niyə xatırlamırıq, niyə yad eləmirik? Deyir, İmam Hüseyin əleyhissalamın da ən böyük möcüzəsi oradadır ki, Allah'a inkar eləyən bir ateistə öz xalqının şəhidlərin yada salır. Hər dəfə məhərrəmlik gələndə Allah'ı tanımayanlar da başlayırlar şəhadətdən, öz xalqımızın şəhidləri. Allah cəmi xalqımızın şəhidlərini, cəmi İslam şəhidlərinə rəhmət eləsin. İmam Hüseyinlə məşhur eləsin. Bax, bu İmam Hüseynin möcüzə, yaratdığı möcüzədir. Özlərindən bir ixtiyar, xəbərləri yoxdur. Planlı şəkildə başqa bir fikirdədirlər. Özləri də xəbərləri olmadan Allah Taala onlara
Allahı qəbul eləmədikləri halda İmam Hüseynin bərəkətindən xalqımızın şəhidləri yadlarına düşür. Halbuki qalan vaxtlarda heç bir yerdə görməmişik ki, ateistlər bir yerə yığılsınlar, bir şəhidlər xiyabanına geçsinlər, çəkiliş edib paylaşsınlar. Var böyle bir şey? Yox. Ancaq İmam Hüseyin həzadarlığında planları başqa da olsa, məqsədləri də başqa olsa, İmam Hüseynin bərəkətindən şəhidlərimizi xatırlayırlar. Amma müsibət bundadır ki, əslində bu sözü demək ki, Hüseyniyə, yəni xalqımızın, şəhidlərimizi İmam Hüseynlə üzbəüz qoymaq əslində böyük bir müsibətdir. Şəhidlərin ruhunu incitməkdir. Niyə? Çünki biz bilirik ki, şəhidlərimizin əksəriyyəti İmam Hüseyn əleyhissalamı özlərinə bir ülgü bilirdilər. Şəhidlərin sanki etiqadına toxunurlar. Şəhid İmam Hüseyni zikr edib, ya Hüseyn deyib döyüşə qatılır və qəhrəmanlıq göstərir. Bu deyir ki, Hüseynin adını çəkmə. Sən bu sözü deməklə ilk öncə elə bil ki, şəhidlərimizin ruhunu incidirsən. Bəli, qayıdırıq sualımıza ki, niyə görə İmam Hüseyin seçildi? Çünki deyir, Allah yer üzündə elə bir ayə göndərmək istədi ki, yer üzünə elə bir ayə göndərmək istədi ki, heç vaxt o ayə köhnəlməsin. Allah yer üzünə elə bir nişanə göndərmək istədi ki, o nişanə heç vaxt unudulmasın. Allah Teala yer üzünə elə bir ayə göndərmək istədi ki, o ayəni heç cür təhrif eləyə bilməsinlər. Necə ki, ateistin özü belə, dinsin özü belə o ayəni təhrif eləyə bilmir. Danışır, danışdıqları gülünc çıxır. Məntiqə zidd çıxır. Quran deyir, yazılmış ayətsə İmam Hüseyin əleyhissalam onu yaşayan ayədir. Həzrəti İbrahim deyir, oğlu İsmaili qurbangaha gətirəndə son anda nida gəldi ki, ey İbrahim, narahat olma, sən yuxunu doğrultdun. Yəni onu İsmaili kəsməyə ehtiyac yoxdur. Və göydən bir qoç gəldi ki, İsmaili kəsmə, bu qoç kəs. Yəni səndən qəbul olundu. Lakin deyir, əsrlər sonra Allah Teala İbrahim əleyhissalamın bir övladının vasitəsilə Kərbəlada İbrahimin bir övladı deyir, Kərbəla səhrasına gəldi. Bu dəfə yanında bir İsmail yox, çoxlu İsmaillar gətirmişdi. Görürsən, Həzrəti İmam Hüseyin əleyhissalam Əli Əkbəri gətirdi qurbangaha, Əli Əkbər kəsildi, şəhid oldu. Qasimi gətirdi qurbangaha, Qasim şəhid oldu. Abbası gətirdi qurbangaha, şəhid oldu. Əli Əsxəri gətirdi, o da şəhid oldu. Və bu da deyir, bu qurbanların hər birini gətirəndə bu qurbanlıqların heç birində göydən nida gəlmədi ki, doğrultdun, narahat olma, kəsməyə ehtiyac yoxdur. Hər biri şəhid oldu. Və göydən nəinki nida gəlmədi, nə də qoç da göndərilmədi ki, onlar kəsilməsin, onlar şəhid olmasın. Nəhayət İmam Hüseyin əleyhissalam öz mübarək başın bu yolda fəda verdi. Bu dəfə Allah Teala İmam Hüseynin özün zibh-i əzim qərar verdi. Əzəmətli qurbanlıq. Buna deyirlər əzəmətli qurbanlıq. Peyğəmbərin yanında bir qoça əzəmətli demək yaxşı çıxmaz. Bax, əzəmətli qurbanlıq budur. Deyir, Kərbəlanın elə sirri bunda idi ki, Allah Hüseyni ona görə seçməmişdi ki, əslində Allahın seçimi ona görə deyil ki, Hüseyin öldürülsün. Allah İmam Hüseyni ona görə seçdi ki, din dirilsin, din diri qalsın, din həyat tapsın, vicdanlar oyansın. Allah İmam Hüseyni seçdi ki, insanlıq qiyamətə qədər yolunu itirməsin. Quranda deyir, iki cür seçim var. Biri Allahın öz bəndəsini seçməsidir insanlar arasında. Biri də insanın Allahı seçməsidir. Hər ikisinə nümunə var. Həcc surəsi 75-ci ayədə Allah Teala buyurur ki, Allahu yəstəfi minəl mələikəti rusulə və minən-nas. Allah mələklərdən və insanlardan elçilər seçər, xüsusi bəndələr seçər. Bu Allahın bəndəsini seçməsinə aid nümunədir. Və başqa bir ayədə, Tövbə surəsi 111-ci ayədə buyurur ki, İnnəllâhe iştərə minəl mu'mininə ənfusəhum və ənvaləhum
بِأَنَّ لَهُمُ الْجَنَّةِ Allah möminlərdən canların və malların cənnət müqabilində satın almışdı. Yəni, bu insanın Allahı seçməsidir. İnsan Allahı seçəndə öz canından da, malından da onun yolunda keçir. Allah möminlərin canların və malların cənnət müqabilində alır. Yəni, Allahı insan bu səfər seçir. Allah insanı seçəndə də təbii ki, canın, malın ona fəda verir. Hər iki ayənin nişanəsi Kərbəlada Aşura günü bariz nümunə idi. Kərbəla, Aşura səhnəsi hər iki ayənin bariz nümunəsi idi. Allah İmam Hüseyni seçmişdi, İmam Hüseyn də Allahı seçdi. İbrahimin təslim olması Allahın diqqətini cəlb elədi. İmam Hüseynin də razı qalması. Ona görə İbrahimə təslim imamı deyirlər. İmam Hüseynə də rizayət imamı. Təslim olmaq o deməkdir ki, Allahın hökmünə qarşı çıxmayasan. Rizayət, razı qalmaq isə Allahın hökmün ürəkdən sevəsən. Mənası budur. Kərbəlanın da ən zirvə nöqtəsi budur ki, İmam Hüseyn əleyhissalam Allahdan öz razılığını bildirir ən çətin vəziyyətdə. Ki, əgər Kərbəlanın böyüklüyü tökülən qanlarda olsaydı, tarixdə nə çox qanlar tökülüb. Kərbəlanın böyüklüyü, əzəməti ondadır ki, yer üzündə heç kim İmam Hüseyn əleyhissalam qədər hər şeyin Allaha fəda verib, hər şeyin Allah yolunda itirib, Allahdan bu qədər razı qalmayıb. İmam Hüseyn əleyhissalam bunun ən zirvə nöqtəsini göstərdi. Bəzən görsən, istəyir bu əzadarlıq məclisləri olsun, istəyir ziyarətlər olsun, hər biri İmam Hüseyn əleyhissalamın xatirəsini uca tutmaqdır. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, kim cənnətdə Peyğəmbərin, Əlinin və Fatimənin qonşuluğunda olmaq istəyirsə, Hüseynin ziyarətini tərk eləməsin. Görün, nə böyük məqamdır. İmam Hüseyni ziyarət eləməklə insana müjdə verilir ki, cənnətdə Peyğəmbərin, Əlinin və Fatimənin salamullah əleyhim əcməinin yanında, qonşuluğunda yaşayacaq. Böyük bir müjdədir. İndi biri Hüseynin ziyarətinə gedə bilmirsə, bu məclislərin özü də İmam Hüseyni ziyarət eləməkdir, İmam Hüseyni xatırlamaqdır. Peyğəmbər sallallahu əleyhi və aleyhi və səlləm buyurur ki, hər kəs məni vəfatımdan sonra ziyarət eləsə, elə bil məni sağlığımda ziyarət eləyib. İndi təsəvvür edin ki, Peyğəmbərin ziyarətinə gedirsən, amma deyirsən, kaş Peyğəmbər sağ olanda onu görüydün. Peyğəmbər salavatullah buyurur ki, yəni narahat olma. Məni vəfatımdan sonra da ziyarət eləsən, sanki sağlığımda ziyarət eləmişsən. Sonra Həzrət buyurur, hər kəs Fatiməni ziyarət eləsə, elə bil ki, məni ziyarət eləyib. Fatimənin ziyarəti, salamullah əleyh, Peyğəmbər ziyarətinə bərabərdir. Sonra Həzrət buyurur, hər kəs Əli ibn Əbu Talibi ziyarət eləsə, elə bir Fatiməni ziyarət eləyib. Və nəhayət buyurur, hər kəs Həsən və Hüseyni ziyarət eləsə, elə bir Əlini ziyarət eləyib. Və bundan sonra da bir cümlə var. O cümlə bugün ziyarətlərə qarşı yönləndirilmiş anti-təbliğatın qarşısını alır. Əziz Peyğəmbərimiz buyurur ki, hər kəs Həsən və Hüseynin övladlarını ziyarət eləyərsə, biz pirlərə niyə gedirik? Seyid ocaqlarına. Bizə imamlarımızın övladı olduğuna görə əzizdir onlar. Buyurur, hər kəs Həsən və Hüseynin övladlarını ziyarət eləyərsə, elə bil ki, elə Həsən və Hüseynin özünü ziyarət eləyib. Görün, nə gözəl hədisdir. Bu gecə Əli Əkbər gecəsidir. İmam Hüseyn əleyhissalamın böyük oğlu Əli Əkbərin gecəsidir. Bu gecə İmam Hüseyn əleyhissalam Kərbəlada bir İsmail yox, bir çox İsmaillər gətirmişdi. Amma onların içində elə bir İsmail var idi ki, Peyğəmbərin sanki özü idi. Peyğəmbəri xatırladırdı. Rəvayətdə yazılır ki, kənə əşbəhun nəs bi Rəsulillah xalqan və xulqan və məntiqən. Əli Əkbər simaca, həm əxlaqda, həm də davranışında Peyğəmbərə ən çox bənzəyən şəxs idi. Əli Əkbər gələndə sanki Peyğəmbər gəlirdi.
Əli Əkbər deyir, danışanda sanki Peyğəmbər salavatullah danışırdı. Güləndə sanki Peyğəmbər salavatullah təbəssüm edir, gülümsəyir. Ona görə də İmam Hüseyin əleyhissalam nə vaxt Rəsulullah salavatullahı, cəddin babasını görmək istəsəydi, Əli Əkbərə baxardı. Aşura günü Əli Əkbər gəlib atasından döyüş meydanına qatılmaq üçün icazə istədi. Amma fərqlidir ki, maraqlıdır ki, İmam Hüseyin əleyhissalam digərləri kimi onu yubatmadı, dərhal icazə verdi. Dərhal icazə verdi. Amma İmam Hüseyin əleyhissalam düz də Əli Əkbərə icazə verdi və onun, baxmayaraq ki, icazə vermişdi, gözləri qaldı Əli Əkbərdə. Üzün tutdu səmaya, dedi ki, ilahi, şahid ol, bu qövmə elə bir gənci göndərirəm ki, yaradılışda, əxlaqda və danışıqda Peyğəmbərə ən çox bənzəyir. Əli Əkbər deyir, getdi meydana. Düşmənlər bilirdilər ki, qarşılarındakı adi bir şəxs deyil. Bilirdilər ki, onun damarından Əlinin qanı axır. Fatimənin paçlığı var idi Əli Əkbərdə. Peyğəmbərin nuru var idi Əli Əkbərdə. Bir-bir onların, düşmənin sıralarını yarır, qəhrəmanlıq göstərirdi. Amma çox keçmədi ki, Əli Əkbərin bədənin nizələr və qılınclar əhatə elədi. Və ağır yalananından sonra nəhayət nida elədi, dedi ki, ya əbətə aleykə minnissalam. Atacan sənə məndən salam olsun. Ərəb dilində insan görüşəndə salamı əvvəldə deyirsə, bu görüşmə əlamətidir. Salam sözünü sona saxlayırsa, bu vidalaşma əlamətidir. Aleykə minnəssalam, salamı sona saxlayır. Yəni, vida salamı, vida görüşü. İmam Hüseyin əleyhissalam eşitdi bu fəryadı. Deyir, dərhal özünü çatdırdı Əli Əkbərə. Deyir, İmam Hüseyni bu cür sürətlə gedən görən olmamışdı. Deyir, gəldi, çatdı Əli Əkbərin nəşinin üstünə. Başın aldı dizinin üstünə və buyurdu ki, Allah o qövmü məhv elə ki, Əli Əkbəri öldürdü. Sonra deyir, üzün tutdu Mədiniyə tərəf. Dedi, oğlum, səndən sonra bu dünyanın nə dəyəri var? Amma deyir, əsl müsibət bundan sonra başlandı. İmam Hüseyin əleyhissalam Əli Əkbərin cəsədini götürmək istədi. İstədi ki, övladın qucağına ala, amma bədən deyir, o qədər yaralanmışdı ki, cəsədi qaldıra bilmədi. Çox çətinliklə cəsədi deyir, sürüyə gətirdi xeymələrə tərəf. Və bu vaxt deyir, xanım Zeynəb salamullahi aleyha xeymədən çıxdı. Bacı deyir, qardaşın halını gördü, bir tərəfdə İmam Hüseyin, digər tərəfdə paramparça olmuş Əli Əkbər. Deyirlər, İmam Hüseyin əleyhissalam Əli Əkbərin cəsədini yerə qoyanda xeymələrdən ağlaşma səsləri ucaldı. Amma bir səs deyir, hamısından ağır idi, o da bir atanın sınmış qəlbinin səsi idi. Çünki İmam Hüseyin əleyhissalam sadə bir gənci itirməmişdi. İmam Hüseyin əleyhissalam Peyğəmbərin simasını itirmişdi. Nə vaxt Peyğəmbəri xatırlamaq istəsiydi, Əli Əkbərə baxardı, amma o həzrət indi baxacağı üz alqanın içində idi. Ələ lənətullah aləl qavmi zalimin fəsəyələmullezine zələmu eyyəmun qalibin yənqalibun. Salavat zikirli. Mumbai ayı 268 dersin aşama yapmış. Hatırlıyor musun? Ya Rab Hüseyin'in koye vefası Gimle-i razimdi Şer bu belanın
خاک شفاسی مهر نمازیم دی یا رب حسینین کوی وفاسی قبله رازیم دی کرب و بلانın خاک şafası mühr namazimdi Hüseyin Hüseyin can Hüseyin Hüseyin can Hüseyin Hüseyin canım Hüseyin Hüseyin can Hüseyin Hüseyin can Hüseyin Hüseyin canım Uzadan diye Hüseyin Hüseyin can Hüseyin Hüseyin Kim göre yarem Mezlum Hüseyin Kabrini dünyada Eyni berşi Ferşi ziyaret Alem-i manada Zahir Mola yâde salarsun Mahşer dünyada Eşk-i Hüseyin her iki dünya Ruh-i namazimdi İndi senden menden bahemdinen Hüseyin 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 Bir de uzadan diye ham Hüseyin Hüseyin درد دوادی تربت خاک سرور مظلومان نهضت سرخ دهر دقالدی زنده و جاویدان ادی فدا düz eşkine hatir 72 kurban şah-ı kıyame khun-u peyame suz-u cüdazimdi Hüseyin Hüseyin Kerbela'ya sesin gitsin Hüseyin Hüseyin can Hüseyin Hüseyin can Hüseyin Hüseyin
xəlq olub Canib-i pərverdigardən Allah'tan səs qəlq olundu Hüseyin çox tutma Əkbər adını Çox tutma Əkbər adını Od vurma ərşimə Çox tutma Əkbər adını Od vurma ərşimə Əkbər sənin balondur Vəli mən yaratmışım Allah deyir Hüseyin Əkbərin adı bu qədər tutub Ərşimi titrətmə ya Rabbi Elə yana yana vidalaşdı Əkbərinə Kucaklaştılar, kol boyun oldular Ata balasından ayrılır Dedi oğul senden ayrılmak Mənə çətindir ay bala Elə yana yana səslədi Dedi ilahi şahid ol Elə bir nəfər meydana göndərirəm Hər dəfə ona baxanda Peyğəmbər yad ilərdi ya Rəbbəl aləm Hər dəfə onu görərdi elə bilərdi Peyğəmbər gəlir Allah heç kimə göstərməz Bir nəfər atanın əlləri üstündə balası can verir Qərbliyə bax Qabaqda çox rozələr var Bundan keçirəm Əbu Abdullah gördü qulağına Əkbərin səsi gəlir Ata hayandasan Gəl dadmə ya Əbu Abdullah Bilirsən Əkbər nə cür şəhid oldu Deyirlər çox cəng eylədi Çox vuruşdu Məxdu məxduldu bir mənhum Əli Əkbərin sərbə indirdi Deyirlər Kərbəlada çox az adam Ahdan yerə düşür Çox az sayda adam Ahdan yerə düşür Bir də Əli Əkbər idi Amma Əli Əkbərin ahdan düşməyi bir ayrı deyil Niyə? Deyirlər zərbə dəydi Əli Əkbərə Ahdan düşəndə bir əyal qaldı yatır üstündə At saldı düşmənin arasına Gələn vurdu, incidən vurdu Əkbəri Tarix yazır ilbən doğran müəmmilər Əkbəri O qədər vurdular Əkbəri Deyirlər Əbu Abdullah hərayinə gələndə Neçə qədər qalmışdı Yıxıldı sürünə gəldi Əkbər ay bala Dedi ay bala Əlimin əsas sənin ay bala Baxdır ya bədəndə səlamət sirqanı Əyləşdi Əkbərin boş üstündə İstədi başını alsın bizlərin üstünə Amma gördü baş dizinin üstünə qoyaq O qədər zərbə indirlər Əli Əkbərə Başının yarəsi yaxın Əbu Abdullah aldı Əkbərin başını qoydu öz üzünə Üzünə qoydu Əli Əkbərin başını Onda gördülər ki Əbu Abdullahın saqqalı Əli Əkbərin başının qalınacaq Nə qədər elədi Əkbərin başını Axı yanılacaqmasıya Mənsurluğa bax Atanın əllərinin üstündə balası can verir
Baktı yaralı kadına, bilirsen ne değil. Kim vurdu seni başıma xəncər gözəl oğlum, sınsın sənə xəncər vurarlar gözəl oğlum. Əli heç dedirəm aç gözümü bu yana mən sinəmin üstə süründüm sənə xas. Ay bala, səndən bu gözəl gözlərini açmaq mənə xatır, ay bala. Sənə canım qurban, ya bələdim. Baxdiyən yaşlar gözlərinə, dediyəlim fələdi, ələn dünya badəkəl əfaq. Əli səndən sonra qiyamı başlamış olsun, ay bala. Ama bir iki kəlmə orada söz dediyor bu haqqında ağlarına yaşa. Neçə qədər gün tənasiyə qalanı. Diqqətin məndə olsun, al mənzərəni nəzərə. Əl-Yəşvər cümləsində cavanlar azətlərin istəsinlər. Şəhidləri yad eyləyək getirir. Neçə qədər qalanı gün tənasiyə. Yıkıldı torpağa, tapdı o mehriban balam. Əbu Abdullah neçə qədər qalmışı sürünə sürünəcəm. Düşmüşəm, düşmən yanında oğlum, çox uzadan ağlayamır. Niyə ya var, Sevdan niyə? Düşmən yanında çox uzadan ağlayamıram. Mən ağlayanda küfərdən gülər oğlum. Deyirlər Əbu Abdullah Əkbərin başını alanda görürlər küfə əhliyə əl saldı. Ya görmüyor Əbu Abdullah. Baxa bax, Allah bilir ki, Allah bilir ki, dərdinə yoxda salın mənim. Əlimə saz sənindir, axır mənim qüssələrim öldürər oğlum. Ağlasam bir ağla, qabardı. Aləmdə iki dəfə cavan ölümü görmüşəm. Kimi Yasin, aləmdə iki dəfə cavan dalı görmüşəm. Biri Fatime idi, bir də səni xoş nəzər oğlum. Anam da səni yaşında torpaqla verdi, ay baba. Bak biri, bakma sen akşam çağı, anam da tebaründü ay bana. Akşam çağı, anam da tebaründü ay bana. Hem yaş değil, seninle değil, Hundiger oğlum. Onun da 18 yaş var idi, eli seninle. Elə bildim var ya, anamı dünyadan gönderdim. Ay bana, iller kirdim o günlerimizden kurtarmışam. Bak görüm saqqalın adarı, namılar oğlum. Sen Allah'ına bak, qətəldən qətət ismin əvaya yıqanılar. Yarələrə bədəli əvaya alamıram.
əbaya yıxanıram. Hansı ata əbasından tək sərər olur. Yıxsam da mən səni əbaya həml edərəm. Əgər əbaya yıxsam ay bala səni əba xeybələrə apararım. Yerdən duranıram, əmr alan şələr olur. Əba Əbdullah var deyib, bir deyib. Başım sana başladı Əba Əbdullah ağlayır. Gözünü yaş tökülür Əkbərin yar əli yüzünə. Hər kim məzun qalar, tənha qalar. İstəyər bir nəfər yanında olsun. Əba Əbdullah ağladı. Orada gördüyü bir nəfəri əlin qoydu Əba Əbdullahın çiğninə. Üzüldü olan bir bax gördü əvvəlməz başı üstündən. Bax, əvvəlməzlər qaymamızın. Cələməlfəz zavallı oğlum öldü. Cəddimə bənzər oğlum öldü. Qalmışam ərsələm, matı heyran. Dadəcəm, mehriban oğlum öldü. Əvvəlməz ayaqdasan ay qardaş. Ayaqdan səni axtarıram. Ağlayan qüvvətlərim qurban. Kərbəmdən deyil, əzabları deyil. Əkbəri, Əbanın arasında xanım Zeynəb gəldi bax. Ağladı, sızladı. Amma bəxtu analarla, bacılarla vidalaşdırırlar Əkbəri. Hər bütün ağlayır. Biri gəlirdi, ay cavan öləm balam balam. Biri gəlirdi, İrmən olam, bədəlmə tarım qəda aylam. Hər bütündən əmma Leyla nəfi gəldi qəbara. Leyla nəfi gəldi qəbara. Gəldi dur deyər, Əkbərin cənazəsinin üstündə. Bilirsən nə dedi? Dedi, ay baba, Allah oğlu verər, ana qarşı çatmadan. Allah oğlu verər, ana qarşı çatmadan. Əmma sən verdi mənə cavan anam tez uzatmadan. Ay baba. Hamı dedi, amma bəxt oldu, müqəyyə gəldi qəbana. Yeri var Əkbər gəldi, müqəyyə desin, baxıyor cənazəyə. Axır üzündən xalat etmiyor nazarda. Dedi, çəkin. Hər kimin səsinə cavab vermədi, mənim səsimə Əkbər cavab verdi. Baxıyor məndən. Yanıl məndən. Dedi, bacımı qoyub hara deyirsən, ay qardaş. Mənim arxamda ayağımda sənsin. Mənim bundan sonra qəbri günlərim gəlir. Mənim qoyub hara deyirsən, ay qardaş. 3 nəfər razı çəkərdi. Əkbər, Əba Əbdullah oldu. Bir də Əbəlfəz anladı çəkərdi. Xanım Müqəyyə əsir geçdi. Baxır cənazəyə, hacət müyal məsələ. Dedi, Allah bu gedən xahərim. Allah bu gedən qardaşı xahərdən ayırma. Bal pərm xəstə kəbutərdən ayırma. İlahi öldürmə yanına, əl yaşlərdən ayırma. Uzadı ya Hüseyin, ya Hüseyin. Uzadının ya Hüseyin, ya Hüseyin. Yaralı Əkbərə bax, şimdi peyvənd.
پیغمبر با یارالی اکبر با شبه پیغمبر با یارالی اکبر با شبه پیغمبر با یارالی اکبر با شبه پیغمبر دنم یارالی شبه پیغمبر با یارالی اکبر با شبه پیغمبر با یارالی اکبر با شبه پیغمبر با یارالی اکبر با شبه پیغمبر سنسنجلی یارالی اکبر با شبه پیغمبر با یارالی اکبر با شبه پیغمبر bundan da uzak denen yaralı eşber ba şebebe peygamber denen yaralı eşber ba şebebe peygamber her cehennem mahram hak sendi ziba yaralı خلقا وخلقا سن خلاق احد احمد احد özü ve bakmala oxşadın sərvərə var özü və baxmala oxşadın sərvərə var özü və baxmala oxşadın sərvərə var yaralı əşbərə var şebi peygamberə var yaralı əşbərə var şebi peygamberə bundan da uca yaralı əşbərə var şebi peygamberə var Enbiyanın hedefin xətmiliyen mürsəli Ərsədəkin lisəni göstərəcəklərəmilər Qoşun əhli diyəcək bir-birə peyğəmbərə var Qoşun əhli diyəcək bir-birə peyğəmbərə var Yaralı əşbərə var şebi peyğəmbərə var Yaralı əşbərə var Zadənə Yaralı əşbərə var şebi peyğəmbərə Denən Yaralı əşbərə var şebi peyğəmbərə var Baş salıbsan aşağı seyrindən dağ edirsən Ayrılıq ləhzələri eyniyyətin dağ edirsən Niyə oğlum özümə baxmağa işraf edirsən Niyə oğlum özümə baxmağa işraf edirsən Bir ayaq saxladayan eyniyi qəmbərə var Yaralı əşbərə var şebi peyğəmbərə var Yaralı əşbərə var şebi peyğəmbərə var
Koy nizamin pozuna kibriyi ve sürme tekim Dilruba oğluma meşate olan kadere bak Yaralı eşmere bak Şimdi peygamber denen yaralı eşmere bak Şimdi peygamber Bir de ucadan diyesen yaralı Kerbela'da diyesen inşallah Peygamber'e bak yaralı eşmere bak Şimdi peygamber Bilirəm her bakışın çok üreye ah vuracak Müsüvveş kasillerin rişneyi sevil kıracak İndi meydanda bu baş göz balasa kandıracak Deme baş şifriye bir tudesi yağle şereba Sınav Yaralı eşmere bak Şimdi peygambere bak Yaralı eşmere bak Şimdi peygambere bak Denen yaralı eşmere bak Şimdi peygambere bak Bir de yaralı eşmere bak Şimdi Şimdi peygambere bak Başımı indir alında menime ay parasın Ondan evvelki görem tidi cefanın yarası Eli Açmışam ehtiyatlı ol, səhərin də. Ehtiyat şundan. Yaralı eşmere bak Şimdi peygambere bak Yaralı eşmere bak Şimdi peygambere Denen yaralı eşmere bak Şimdi peygambere Bir de yaralı eşmere bak Şimdi peygambere Bu minadem cereyan gazi eşki bilinen Vermerem bir tükübi Hazer ile İsmail'e Şükrü ki şişmeli göz Şükrü ki şişmeli söz Neyli getirmez diline İmtihan vaktidir yolum Mene bak Hazer'e İmtihan vaktidir yolum Mene bak Hazer'e Yaralı eşmere bak Şimdi peygambere bak Yerdən atar. Bir de yaralı eşmere bak Şimdi peygambere bak Yaralı eşmere bak Şimdi peygambere bak Allahümme ec'al mehyaya mehya
يا أبي عبد الله اللهم اجعلنا يا أبي عبد الله وطبع المشبه صوهب إنسان سيد الأبشار من دربه وجزل جزله سيد الأبشار تطلب مغلق قلب توامه جسم مطامه من در خیمه هر گندم شامه جسم مطامه جزلرم تزاچمی olar misli zuhir gözlerim tutsa kimi olar misli zuhir şaşmenim ve ahirin ola hatmi bexir şaşmenim de ahirin ola hatmi bexir Allahümme ec'al mehyaya mehya اللهم اجعل محياي محيا أبي سسي قلبي اللهم اجعل أبي عبد الله اللهم أبي إذا خلاص اللهم اجعل محياي محيا أبي عبد الله اللهم اجعل محياي محيا أبي عبد الله Allah'ım gözyaşını sakla emanet şah şaramet Eteğim boş dönür kırmızı kıyamet şah şaramet Gezerim zerre kimin evrenlerinde al nezerinde Gezerim zerre kimin evrenlerinde al nezerinde Olmasam bir günece konselerinde al nezerinde Olmasam bir günece konselerinde Sina gözlerim ahrarazan Kıyamette seni, kıyamette seni Gel feramuş dileme o demeni, o demeni Gözlerim ahrarazan Kıyamette seni, kıyamette seni Gel feramuş edeme o demeni Allahümme ec'al mehyaya mehya Ebi Abdillah Allahümme ec'al mehyaya mehya Bir daha Allahümme ec'al mehyaya mehya Ebi Abdillah Allahümme ec'al Maşallah Rabbullah Celle Mişşami Sahibi Ekşan Seyyidül Ekşan Mene de bak o güzel gözlere kurban Seyyidül Ekşan Tutarımdan bu ölen kalbe tabane Cismime tanrı Mene de hilmeyi elbemde mekanı Cismime tanrı Gözlerim tutsa olan ismi Zuhir Gözlerim tutsa kimi olar ismi Zuhir Kaş benim de ahirim ola hasmi bixir Kaş benim de ahirim
اللهم اجعل محياي محيا Bakan gözyaşımı sakla emanet Şah-ı keramet Eteğim boş benim Ramz-ı diyamet Şah-ı keramet Gezerem zerre kimin doğru verinde Al nezerinde Gezerem zerre kimin doğru verinde Al nezerinde Olmasam bir gün ecel kovzelerinde Al nezerinde Olmasam bir gün ecel kovzelerinde Al nezerinde Gözlerim mahverata Kıyamet senin Kıyamet senin Gel feramış eleme Olur demeli Olur deme Sen de diyen Gözlerim mahverata Kıyamet senin Kıyamet Bir de sakla emanet Şah-ı keramet Eteğim boş benim Ramz-ı diyamet Şah-ı keramet Gezerem zerre kimin doğru belinden Al nezerinde Gezerem zerre kimin doğru belinden Al nezerinde Buna bak Olmasam mümkün ecel rozelerinde Al nezerinde Sen de dinle Olmasam bir gün ecel rozelerinde Al nezerinde Olmasam bir gün
Kərbalada burasıymış. Verirəm sənə. Tempini aldırırsan da mı? Ondan da uzaq. Ahmet! Yaşlı aman günləridir. Bir il intizardır ha. Maşallah. Ərbəyinə zavlar var. Şuar var da şuar deyər. Ay kimi baktım bana, getir uzattım bana. Ay kimi baktım bana, beni uzattım bana. Ay kimi yaktım bana, beni uzattım bana. Ay kimi baktım bana, beni uzattım bana. Ay kimi baktım bana, beni uzattım bana. Ay kimi baktım bana, ay pençenin okşunda dağlar ya, pençenin okşunda dağlar ya, dantelin üstünde rüzgar ya, köyde husumet düşer ay resmidir, yerde düşür kanlı gözün haliye, havlede dal ay kimi, seni ele batma bana, batsa da bəxtulduzum, sen beni atma bana, ay kimi baktın bana, beni uzattın bana, ay kimi uca, ay kimi baktın bana, beni uzattın bana, ay kimi baktın bana, beni uzattın bana. Derdinledim alemime besmele, derdinledim alemime besmele, kendine versen de onun sesmele, dövremem vardı mesela veren, sen tecana mazdelini sesmele. Kerbübela, Kerbübela, görmediğin Kerbübela, Kerbübela, görmediğin burada olan heyyete bak, görmediğin Zeynep'e bak, Zeynep'e bak, görmediğin Ekber'e bak, Ekber'e bak, görmediğin meydana bak, meydana bak, görmediğin Tustana bak, zindana bak, görmediğin Kulli Azerbaycan'a bak, görmediğin Şiye olan ümmete bak, görmediğin Gayrete bak, gayrete bak, görmediğin Zavbi temiz fitrete bak, görmediğin Urduya bak, sencere bak, görmediğin Hendere bak, hendere bak, görmediğin Ekber'e bak, Ekber'e bak, görmediğin Kerbübela, Kerbübela, görmediğin Ay kimi baktın bana, beni uzattın bana. Ay kimi baktın bana, beni uzattın. Dene. Ay kimi baktın bana, beni uzattın bana. Ay kimi baktın bana, beni uzattın bana. Sen günün bağrındili pürüzsen, sen analık defterine istesen, sen analık defterine istesen, öncü analar arabın üfeler, sen de melek hayır şen istesen, bu qəmə ağlar gözüm, qəşdə axan çay kimi, döndülə səhriyəmi, xəncər ilə ay kimi, ay
پیامبر علی علی سسون جلوزا علی علی اکبر علی علی جز یاشون قلبی داری را بطلا مظلوم حسینی غمگیننده atma Taha'ya benzer gözlerin atma Dur ey peygamber bağrına Reyhane eşler sine Ali Ali eşler Ali Ali sine Ali 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 Şerif peygamber Ali 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 حتما سنی سنبم حتما سنی جنت پاها جزلتی Günel yaşveren bir tasiri ay zamanla Gül Eba Abdülbahir 18 yaşında Nazer'in balasının matebini Uzadan el yaşver inşallah sasfiyeni Hatmen seni cennette otağa göz etsin Ağuş atı devretini Zehra gözetsin Eller başında kıymeden illa gözetsin Bilmirsen yeşkün seçir Rızvan eşver Ali Ali eşver Ali 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 eşver Ali Ali Şebih peygamber Ali Ali Bine bine Ali Ali eşver Ali Ali Seyri ilallah budur Sirri fedeynah budur Bende gidergah budur Mesti elallah budur Soğiyedullah budur
جوهرده جوهریدی اشبهی پیغمبریدی چون ona çok benzerdi Yusuf'e tavcu serdi Ağlan ona nökerdi Emmesine takerdi Zeynep'e bak, Taker'e bak, Ekber'e bak, Ekber'e bak Mavi melek pencer'e bak, sureti peygamber'e bak Nureti suretgere bak Alçaklı'da Mavi melek pencer'e bak اللهم صل على محمد وآل محمد وعجل فرج مولانا صاحب الزمان وارزقنا شفاعتهم أجمعين. أنا بخاطر إن شاء الله بسم الله وترى إمام زمان واصلنا إن شاء الله. بسم الله الرحمن الرحيم. اللهم